necə gözəl saraydır. 600 otaqdan ibarətdir bu saray, amma turistlər üçün və yaxud da buranı gəlib görənlər üçün bir neçə otaqlarını göstərirlər. Biz təxminən burada 20-25 dənə otaq gördük. Görürsünüz, burada başqa otaqlar da var, gizli otaqlar, hansı ki cəmiyyətə açıq olmayan otaqlardır. Bütün saray çox gözəl idi. Həyatımda ilk dəfə əsl saraya girdim. Düzdür, kiçik saraylarda olmuşam, amma dövlətin istifadə olunan saray kimi sarayda olmamışam. Sadəcə belə qədimdə saray olub, sonra muzey kimi istifadə olunan sarayları görmüşəm. Özüm üçün də bir yenilik oldu, çünki heç vaxt burada olmamışdım. Baxmayaraq ki, ətrafından, yanından neçə dəfə keçmişəm. Heç vaxt bura gəlib girmək ağlıma gəlməyib. Mən də sizinlə birlikdə ilk dəfə gördüm bura. Mənim də biraz bilgim azdır. Bu saray haqqında çox bilgim yoxdur. Amma mən də sizinlə birlikdə gördüm, öyrəndim. Hələ biraz araşdıracağım. Bu saray haqqında, krallar haqqında, kral ailəsi, kraliyyət ailəsinin haqqında daha çox şey öyrənəcəm.